Son keçirilən dostlar imtahanlara əsasən və qarşıdan gələn mayayının həm 15-i, həm 17-si, həm də 18-i baş tuta biləcək imtahanlarla bağlı biz məntiq suallarını izah edirik burada hal-hazırda. Qeyd edim ki, burada siz həm abstrakt, həm yüksəliş tipli olan cədvəl və digər suallarla baxa bilərsiniz. Qeyd edim ki, dostlar, ilk işimiz bizim nədir? Burada qeyd edim ki, bu dərslərin keçirilməsinin əsas məqsədi həm öyrətmək, həm də sual tipləri ilə sizlərin yaddaşınızı təzələməkdir. Burada təbii ki, bazası olmayan tələbələr də tamamilə hər şey öyrənə bilər. İlk işimiz dostlar operatorlar mövzusu ilə bağlı başlamaqdır. Çünki məntiqin ən çox və ən çox qəbula düşən və ən çox tələbələr tərəfindən bilinən mövzusudur. Operator dostlar, bax bu gördüyünüzün adı operatordur. Bunun iki funksiyası olur. Bu funksiyalardan biri nədir? Funksiyalardan biri yuxarıda verilən misalı harda əldə etməli olduğunu göstərir. İkinci funksiyası isə bərabərliyin sağında mənim üçün misalın həllini verir. Yadda saxlayın, bu operatorun yerini göstərir. Mənim ilk işim solda duranı sola bərabər etmək, sağda duranı sağa bərabər etməkdir. Bərabər etmək odur ki, verilən misalda 12x bərabərdə 36. Yəni mənə lazımdır ki, 12-ni nəyə vursam 36 alınarmış. Yəni x bərabərdir 3-ə. Və həmçinin sağda duranı sağa bərabər edirəm. Yəni 3y bərabərdir 39. O zaman məndə verilən misalda y-in özü nəyə bərabərdir? 13-ə. Deməli, məndə x-imin qiyməti 3, y-imin qiyməti də 3-dür. Aparıb sağda x-in yerinə qoyuram, y-i də y-in. 3-ün üzərinə gəlirəm, 3 bərabərdir 6. Yəni, operatorun sol tərəfində verilən qiymət mənim üçün 6-dır. İndi bu sağ tərəfdəki işarəni həll edəndə ilk işim işarənin olduğu yer tapmaqdır. Yuxarıda sol tərəfdə. Solda duran sola bərabərdir, sağda duran sağa bərabərdir. Yəni hər zaman siz bu misalı uyğun olaraq bir-birinə bərabər etməlisiniz. Ona görə verilən hissədə 12x-im bərabərdir 48-ə, x-imin də qiyməti bərabərdir 4-ə. Həmçinin 15y-imi də bərabər edirəm 75-ə və ilkimin də qiyməti bərabərdir 5. Misal bir çoxlarınız üçün bəlkə də sadə görsənir, bazası olan dostlarımız üçün ümumiyyətlə asan görsənir. Lakin qeyd edim ki, dostlar, indi birazdan sizdə tamamilə bir-birindən fərqli, kəsirlə, mötərizə ilə, üstü qüvvətlə olan sual tiplərini göstərəcəm. O zaman x-imin qiyməti məndə neçədir? 4, y-imin də 5. Aparıb sağda qoyuram yerinə. 4 vurulsun 5 bərabərdir 20. Demək, sağ tərəfimin də qiyməti 6 üstə gələk 20. Bərabərdir 26. Ay, nə gözəl bir mövzudur. Həmişə belə asan düşür. Əslində dostlar, bu asan bir mövzu sayılsa da, lakin biz bunu, bax bu ekranda gördüyümüz kəsr tipli sualları ilə rastlaşa bilirik. Və gördüyünüz kimi bu kimi sualları dərkən, ümumiyyətlə istənilən bir misalı həll etdiyiniz zaman ilk işin həmişə mötərizənin içərisində həll eləməkdir. Və kəsr gördüyün zaman heç nədən qorxma. Bax, bu operator deyir, misalı get birinci yuxarıda həll elə. Yəni 8-də 1-i mən nə ilənsə həll eləyib tapmaq istəyirəmsə ilk işim. Sol tərəfdəki operatoru həll eləyib içərisinə qiymət almaqdır. İndi verilən misalda solda duran A neçəyə bərabərdir? 2-də 1-ə. B neçəyə bərabərdir? 4-də 1-ə. Aparıb sağda A'nın B-ni yerinə qoyuram. Yəni 1 bölünsün 1 bölə 2. Riyaziyyatda belə bir qayda var. Dostlar, məxrəcinin məxrəcində olan ədəd qalxır yuxarı. Yəni 2 qalxır yuxarı. Və yaxud da ki, bir ədədə bölmək 1-i 2-də 1-ə bölmək onun tərsinə vurmaq deməkdir. 1 vurulsun, 1-də 2-yə vurmaq deməkdir. Üzərinə də gəlirəm 1 bölünsün. 4, 1 bölünsün 4. 4 də qalxır yuxarı. 2 də qalxır yuxarı. Onda burada olur 2 üstə gələ 4. Deməli, sol tərəfdəki operatorumun qiyməti məndə neçəymiş sən demə? 4 və 6. 4-də 3. Hə, üzr istəyirəm dostlar, mən elə biləm burada vurmadır. Mən də yazmışam şey. İndi bax, bu misalda yazmışam bayaq burada. Buranı 2 aldım, buranı da 2 6. Bu da məndə neçəymiş? 2 üstə gələk 4 bərabərdə 6. İndi sol tərəfimi silirəm. Ora götürüb yazıram 6. Buranın qiyməti səndə məndə neçədir? 6. İndi bu misalı burada həll edirəm. Solda duran sola, yəni 6.
Sağda duranda sağa. Yəni nə? 8-də 1. Və gətirib misalı burada yaz dostlar. Qoyanda yerinə sadəcə əksəriyyətinizin etdiyi şey, səhv olan şey nədir? Gətirib burada yazıram. 1 bölünsün 6 vuraq 8-də 1. Bu zaman 8 qalxır mötərizənin üzərinə, yəni sürət hissəsinə. Bu da bərabər olur 6-da 8, bu da bərabərdir 3-də 4. Yəni cavab 3-də 4. Bəs müəllim, belə bir sual açıq sual kimi düşə bilərmi? Dost, açıq sualda bilirsiniz də, 3-də 4-ü yazmaq olmadığına görə, ya siz burada 4-ü 3-ə bölüb tam şəkildə yazmalıydınız, ya da ki, həmişə yuvarlaq bir rəqəm verir. İndi gəlin keçək misalın başqa tiplərinə. Bunlardan biri ekranda gördüyünüz, biz buna deyirik şərt daxil operator. Şərt daxil operator nədir? İstərdim bir dənə. Hə. Birinci bu sol tərəfdəki misaldır, göstərdim sizə. Hər zaman misala başlayanda mötərizənin içərisindən başlamaq lazımdır. Solda duran sola, sağda duran sağa bərabərdir. X-im 2-də 1-dir, Y-im də 4-dür. Misalı bu misallarda həll etməzdən əvvəl ilk olaraq aparıb sağdakı şərtlərin yerinə qoyuram. Yəni 2-də 1, üzərə gəlinsin 4 böyükdür 2, 2-də 1, üzərə gəlinsin 4 kiçikdir 2. Və mən baxıram görün bu misalların hansı ödəyir? Dostlar, 4-ün özü belə təkcə 2-dən böyük olduğuna görə aşağıdakı misal səhvdir. Baxın, 2-də 1-in üstünə 4 gəlsən 4,5. Kiçikdir 2. Bu ödəyə bilər? Yox. Ona görə verilən misalı harda həll etməliyəm? Birinci olaraq, yuxarıda. O zaman 2-ni vururam. Bax, x-in yerinə qoyursan, y-in yerinə. Bu testi yazan tələbələrin böyük əksəriyyəti misalda diqqətsizlik səhv edir. Onda verilən misalda gətirib burada 2-ni vuracam 2-də 1-ə, çıxıram həmin o 4. Bərabərdir -3. Mənfi ədəd alanda, kəsr ədəd alanda qətiyyən qorxmuram. O zaman verilən bu misalda mənim üçün sol tərəfin qiymət neçəymiş? -3. İndi bu -3-ü yazacağım. Solda duran sola -3, sağda duran sağa. Misal sıfırlanır. Aparıb sağda qoyuram yerinə. Yenə -3, üzərə gəlinsin 2, -3, üzərə gəlinsin 2, kiçikdir 2. İstənilən, bax, -3-ün üzərinə 2 gələndə, burada da -1, kiçikdir 2 var. -1 daha doğrusu göstərirəm. Böyükdür 2 var. -1, kiçikdir 2 var. İstənilən mənfi ədəd sıfırdan belə kiçik olduğuna görə yuxarıdakı misal səhvdir. Bu misalda da gətirib yazanda y aparıb y-in yerinə yazıram. X aparıb x-in yerinə yazıram. O zaman bu məndə olmuş olur 3 vurulsun 2, üzərə gəlinsin 2 vuraq -3. Və verilən misalda 6-nın üstə də -6 gələndə alınır 0. Doğru variantımız nəymiş? 0. Bu misal ola bilər ekran arxasında yazan dostlarımızın əksəriyyəti misal tez həll etdiyinə görə misalda bir dənə çıxılıb diqqətsizlik edib və misalın cavabını əksər dostlarımız bəzən ya -5 alırlar, ya -4 alırlar. Ona görə x-i x-in və y-i də aparıb y-in yerinə qoymaq lazımdır. Bəs yaxşı, ay müəllim. Bütün misallar belə rahat, indi tutalım belə deyək də, bir müəllim kimi deyək ki, bütün misallar belə rahat düşürmü? Yəni gözünüzdə qorxuzmu ne bu misal? Misalların hamısı rahatdır. Çətin olan heç nə yoxdur. Çətin olan sadəcə olaraq düşüncələrdir. Düşüncələrinizi rahat edin ki, dostlar, bu kimi misal edərkən də sizə hər hansısa bir çətinlik gəlməsin. Mən istərdim ekranın sağ tərəfində duran, bir çox tələbənin qorxulu yuxusu olan, aman Allah, bu kök altda 3, nədir belə, 3-cü dərəcə nədir, yadımdan çıxıb dediyi. Amma testləri yazarkən, hə? Dostlar, ay Allah, nə gözəliymiş, sən demə bunu deyirmiş dediyini. Bilirsiniz də dostlar, bu operatoru tapmaq üçün yadda saxlayın. Bunun həm sol tərəfindəki, həm sağ tərəfindəki mötərizələri həll edib, orada sərbəst bir qiymət almalıyım. Bəs sərbəst qiymət nədir? Verilən misalda edəcəyim hissə nədir? Bax, bu hissə buradadır bizdə. Solda duranı, əziz dostlar, yuxarıda həll edəcəm. Sağda duranı da bu hissədə həll edəcəm. Onda verilən misalda bu dairə duran hissə bax buradadır. Solda duran sola bərabərdir. Sağda duran da sağa bərabərdir. Bərabər deyən o deməkdir ki, 3A kubu
Bərabər edirəm 24. Yəni məqsəd bir daha xatırladıram. Bunu hər dəfə belə yazmaqdadır ki, sənin də beyninə təlqin eləyim. Təhtəl şuuru var. Yəni şuur altına işləyim ki, solda duranı sola bərabər et, sağda duranı sağa bərabər et. Aparıb yerinə yazmırsan, ha? Bərabər edirsən. O zaman verilən misalda məndə olmuş olur. Hər tərəfi 3-ə bölsəm, A kubu bərabərdir 8. A-nı tapmaq üçün A neçəyə bərabərdir? 2-yə. Deməli, solda duran dedim 2-dir. İndi sağ tərəfi yazıram. Mən şifahi hesablaya bilirəm. Mən istəyirəm, sən də şifahi hesablamaqdan ötəri bunları yazın. B kvadratı plus 1 bərabərdir 37. B kvadratı bərabərdir 36. Bəs B neçədir? 6. Demək, B'm 6-dırsa, aparıb sağdır. A'nın, B'nin. 2-nin kvadratı. Üstə gələk. 6 bölə 3. Bu da məndə bərabər deyil 6-ya. Deməli, mənim bu operatorumun qiymətini misalı həll etdikdən sonra neçə alıram? 6. Bunu dostlar, indi mənim əlimdə qələm var. Silib bura 6 yazıram. Sən silə bilməsən, bilirsən neyini? Apar yuxarıda, sağ tərəfdə. Yaz 6 qara kvadrat. İndi bunu sağ tərəfini tap. Misallarda verib burada. Solda duran sola, sağda duran sağa bərabərdir. Yəni kökün altındakı A 3-cü dərəcədən bərabərdir 4. Bax, dəyərli dostlarım, yazsaydı ki, A kubu bərabərdir 64. Sən bilərdin ki, A neçədir? Yəni, nəyin kubu 64-dir? 4-ün. Bu isə deyir ki, tərsinədir. Kökün altı, yəni nəyi 3 dəfə öz-özünə vursam 4 edər. Kökün altında. Kökü altı A-nı üstündə 3-dən xilas etmək istəyirəmsə, buranı da kuba yüksəldirəm. Buranı da. Yəni, birdən dostlar, 4 yazılsa hər tərəfi 4 eləyərdim. Yəni, bu 3 bu 3-ü aparır. A bərabərdir. 4 üstü 3 64. Yəni, sən demə, nəyin üstü 3 olanda cavab 4 çıxırmış. 64-üm. Sağda duranda sağa bərabər edirəm. Yəni, kökün altında 2B bərabər 4. Bu kökün özü dostlar 2 demək. Amma üzərində yazmır. Çünki biz bunu riyaziyyatdan bilirik. O zaman verilən misalda 2B olduğu üçün edəcəyim şey nədir? İndi hər tərəfi kvadrata yüksəldir. Yəni orada yazılan ədəd neçədirsə ona yüksəldirəm. Olur 2B bərabərdir 16 və B-im neçəyə bərabərdir? 8-ə. Deməli, B-im isə 8 imiş. 64-ün də üzərinə gəlirəm. 2 vurulsun 8 bərabərdir 80. Demək, mən operatorumun sol tərəfini 6, sağ tərəfini isə nə tapdım? 80. Və misalı bura qədər həll edəndən sonra, dəyərli dostlar, misal istərsiniz, mənim üçün rahatlaşır. 6, qara kvadrat 80. İndi bunu hardan edəcəm? Yuxarıda. Solda duran yenə sola bərabərdir. A minus 12 bərabərdir 6. A neçədir? 18. Sağda duran isə sağa bərabər edirəm. Yəni 4B bərabərdir 80. B neçədir? 20. İndi A-mın 18, B-min 20 olduğunu bildikdən sonra A-nı aparıb A-nın, B-ni də aparıb B-ni yerinə yazıram. O zaman bərabər etmiş olur bizdə. 3 vurulsun 18, üzərə gəlirsin. 20 bölünsün 5. Bu da bərabərdir 58. Əslində izah etdiyim bura qədərki misalların hər birisi həm asan və həm də orta səviyyəli testlər idi. Bəs yaxşı. Bunun çətin səviyyəsi nədir? Çətin səviyyəsi, dəyərli dostlarım, əsasən riyazi hissəsi biraz daha artıq olan testdir. Məsələn, mən istərdim sizə 22 tipli bir test görsədim və bunu mən etməmişdən əvvəl videonu dayandırıram bu hissədə hal-hazırda. Siz bu testi edib aşağı hissəsində sərbəst bir test kimi verirəm sizə. Videonu, düzdür bu testi izah edəcəm, amma videonun bu hissəsində dayandırıb bunu edib cavab hissələrinizi aşağıdan qeyd edə bilərsiniz. Bax dostlar, bu kimi misallarda yanaşmalar fərqlidir. Tələbələrin əksəriyyətlə bu misala yanaşarkən bir dənə yanlışı var. Misal axırdan başlayır. Axırdan başlamayın. Birazdan sizə bununla bağlı bir çıxılı məsləhət də verəcəm. Dostlar, operator hardadırsa misal ilk olaraq oradadır. Solda duran A neçəyə bərabərdir? 10-a. B neçəyə bərabərdir? 9-a. Bax, operatoru tapdıqdan sonra bərabərliyin harasında verilibdirsə, misal aparıb neynirəm? Qoyuram onun yerinə. Və onun yerinə qoyduqdan sonra bir-bir tələsmədən bu hissədə.
A-m 10, B-dəki 9. 10, operator C 9. Mötərizədə. Üstə gələk 10 vur 9. Yəni bura eləyir 90. İndi bu verilən misalda dəyərli dostlar, yadda saxlayın, operator işləylə toplanmır, çıxılmır, vurulmadığına görə bu misalı etməyin yolu nədir? Aşağıda həll etməliyəm verilən misalımı. Bəs harda eləyim? Deyib burada. İndi A-mı B-dəki 9. Yenə aparıb sağdır. Buna deyilin dostlar birinci mərtəbə. Niyə 1? Mərtəbə düşüb, mərtəbə qayıdırım. Onda verilən misalda 10, operator 9. Gətirib sağ tərəfdə yazıram. Yenə üzərinə 1 gələ bilmərəm. Bu misalı da həll etməliyəm. Harda? Aşağıda. İndi 10 operator 9. Nə alınır burada? 10 çıx 9 bərabərdir 1. Və bura ikinci mərtəbədir, bu da üçüncü mərtəbədir. Yəni sıranı qorumaq şərti ilə yazıram. Bəs yaxşı. Bu misalı həll etmək üçün, məsələn, burada bəzi dostlarımız çap bölməsində yazıbdır ki, bu misalı aşağıdan etmək daha məsləhətdir. İndi birazdan sizə bir misal verəcəm. Mən inanıram ki, siz aşağıdan həll edib misalı tam doğru taparsınız. İndi dostlar, mən burada 1-i almışam. Bax, bu 1 məndə nəyin qiymətdir? 10 operator 9. Verilən misalda, dəyərli dostlar, gətirib bu 1-i harada qoymalıyım? Deyək, burada yuxarıda. 1 üstə gələk 1. Bərabərdir 2. İndi verilən misalda buranı 2 yazdım. Bu üçün misalda. Bu 2-ni mən gətirib haradan qoyacağım, dəyərli dostlar, yenə. Bu 2 məndə, bax, bu gördüyünüz dairə C-nin qiymətidir. Aparıb yuxarıda yazıram yerini. Onda verilən misalda, ha, gətirib burada da yazacağım yerinə 90. Üzərə gəlsin. 2, bu edib 92. Onda verilən misalda edəcəyim şey nədir? Bax, burada məsələn, bizim bir çox bilən dostumuz var. Yazıbdır ki, siz deyəndir. Dostlar, demək belə deyim sizə. Bax, bu misalda bura operatorun qabağına 2 yazsaydı, bura operatorun qabağına 3 yazsaydı və siz həmin dostumuzun, hətta o yox, burada bir neçə dostumuz var. Onların hamısı bizə belə bir şey yazıbdır ki, bəs müəllim, burada belə etsək daha yaxşı olar. Dostlar, 2-dir, 3-dür. Bura yazdığı zaman misal artıq dəyişir. Sən misala sondan başlasan, misalı həll edə bilməyəcəksən. Hə. Onda edəcəyim şey nədir? Tələsmirəm. Bax, bu hissədə A-m 10-dursa, B-m 9-dursa, gətirib sağda yazanda artıq 2 vurulsun 10, operator 9. Yəni, mənim operatorum artıq burada olmuş olur. 20 operator C. Yəni, bu misalın üzərində niyə belə qaldım ki, sizə göstərim ki, yəni burada, misal baxın, qiymətlər şişir artıq. 20 vurulsun 9. İndi bu operatoru harada əldə eləməliyim? Aşağıda. A-m olsaydı 20, B-m olsaydı 9, gətirib sağda 20, operator. 3-ü 9-a vururam. Bərabər etmirəm, ha. Olur məndə 27. Operator. İndi fikir verin, 20, operator 27. Buradan da 20-dən 27-ni çıxsam, qalır -7. -7-ni aparıb yuxarıdan toplayıram. Üzərinə gəl. Niyə? -7 məndə, bax, bunun qiymətidir. Üzərinə gəlirəm bir, bərabərdir, -6. Həmin o -6-nı da aparıb yuxarıda. Bax, bu operatorun yerinə qoyuram, misal olaraq həll etməyim üçün. Onda bu da məndə bərabər etmiş olur. -6-nın üzərinə də 180 gəlsəm, bərabərdir 174. Gördüyünüz kimi, dəyərli dostlar, misalın qarşısında hər hansısa bir rəqəm verdiyi zaman, o zaman misal dəyişir. Mən indi istəyirəm sizə son bir misal da izah edim bu mövzu ilə bağlı. Ki, sizə də maraqlı qalan bir hissə olmasın. Daha doğrusu, qaranlıq qalan bir hissə olmasın. Aha. İstərdim verilən misalda hal-hazırda biraz kəsirlərimizi zənginləşdirmək üçün burada sizə bəzi misallar göstərirəm ekranda. Bu videoya baxdığınız zaman misal dayandırıb həll edə bilərsiniz. Və yaxud da ki, bəzi suallarda. İstəyirəm 24 tipli bir sualı sizlə tanış edeyim. Mötərizələrlə bağlı olan sualdır. Bax, operator burada, operator burada. Bax, 2 üstü -1, 3 üstü -1. Fikir versəz, normalda bir tələbə 3-ün kvadratının nə olduğunu bilir. 9. 3 üstü 2-də 1 isə, dəyərli dostlarım, bax, 3 üstü 2-də 1.
O deməkdir ki, verilən misal. Bu da əslində 9. Bu artıq 2-də 1 dostlar. Bunu kökün altında 3 deməkdir. 3 üstü -2 isə o deməkdir ki, bu 9'dur, amma 9'un tərsidir. 1-də 9. Bax, -2 o deməkdir ki, kvadrata yüksəlt, amma tərsini yaz. 2-də 1 o deməkdir ki, 2 onun dərəcəsini göstərir. Kvadrat isə sadə olanda kvadrata yüksəldirəm. Yəni bu misalda bir çox dostlarımız hal-hazırda indi ekranda görəcəyiniz sualdır. Hələ ki mən dostlar misal göstərməmişəm sizə bilirəm. Sadəcə olaraq yazdığım şey rəqəmlərlə bağlı idi. İndi misalda bax göstərsəm. A mənim 9'dur verilən misalda. B-im də mənim 26. Aparıb sağda. Bax x neçədir? 2 üstü -1 nə deməkdir? 2-də 1. 3 üstü -1 nə deməkdir? 3-də 1. Aparıb sağda qoyuram yerinə. 2 vurulsun 9, çıxılsın 2. Üstü 2-də 1. Vergül. Verilən misalda daha sonrasında 26 üstə gələ 1, üstü 3-də 1. Bu tərəf edir məndə 16 vergül 2-də 1, 27 üstü 3-də 1. Demək dostlar 2-də 1 nə deməkdir? Yəni bunu ikinci dərəcədən kök altına al. O zaman məndə bura 4, bura neçədir? 3. Məsələn bizim burada bir dostumuz var, Babək bəy yazıbdı ki, bu məntiq deyil. Əslində bəli, əziz dostum Babək, məntiq deyil ki, bildiyimiz riyaziyyat. Həqiqətən riyaziyyatı olmayanlar üçün, riyaziyyat biraz zəif olanlar üçün çox çətindir. Özdə müəllim, məsələn, bunun özü hansı tipləri? Kəsrlə olanlar, aşağıda verilən 25-ci sual kimi, bax burada 2 üstü -1, 2 üstü 4. Əslində qeyd edim ki, bu kimi suallar aşkar operatorlar həm dövlət qulluğunun, həm dövlət vergi xidmətinin, həm digər magistrın əsasən qəbulunda fərqli tipləri düşür. Bizim burada sizə göstərməyə çalışdığımız testlər əsasən yaddaşınızı təzələməkdən ötəridir və bu 25-ci sualı burada mən buraxıram. Bunun cavabını isə sizlərdən yazmağınızı xahiş edəcəm ən sonda. Yazıb bizə göndərərsiniz. Ən əsası odur. Altdan da qeyd edərsiniz. İndi isə sizlə bərabər keçid eləyirəm. Mənim ən çox sevdiyim test olan və mənim ən çox testim sevdi olan. Dilim də çaşlayır. Sevdiyim test olan və tələbələrin aman Allah, bu nədir belə? Belə şeylər mi olar dediyi, lakin az çox qırışa-qırışa da olsa bir-birimizə öyrətdiyimiz həmin o testlər. Bəs ay müəllim, bu kimi testləri necə öyrənin? Bu həminki aşkar operatorların dostlar qeyri-aşkar olan versiyasıdır. Qeyri-aşkar operatorlarla bağlı da qeyd edim ki, qeyri-aşkar operatorların tipləri çoxdur, müxtəlif hissələri çoxdur. Lakin mən bununla bağlı bir və yaxud da ki, bir neçə izah versəm belə, bu yalnız bir insanın yazılaraq öyrənə biləcəyi bir test nümunəsi olduğuna görə, bu kimi şeylər edərkən ən əsas diqqət etməli olduğunuz bir riyazi olaraq bir neçə metod fikirləşməlidir. Məsələn, bax bu tək dəyişənli operatordur. Operatorun bir tərəfində verilən hissədə. Burada siz diqqət etsəniz, bu operator olan hissəsini dostlar 42-dən 12-ni alın. Görəsən necə alıb? 22-dən məsələn 10 alıb. Burada bizim çat bölməmizdə bir dostumuz var. Yazıbdır ki, mənim bu mövzu çox asandır, dəyişək mövzunu. Mən bundan sonra verəcəyim sualları inanıram ki, həmin dostumuz burada çat bölməsində mənim üçün bir-bir hamısının həllini yazar. Mən də o dostumuzun xətrinə, əziz və dəyərli dostlarım, sizlər üçün tapılması çox asan olan testləri verəcəyim ki, siz heç biriniz onların həllini yazmayın. Sırf o dostumuz yazar burada çat bölməsində. Görək həqiqətən asan bir mövzu. Mən bu mövzuya bu qədər asan yazan ikinci bir adam görməmişim. Bax dostlar, nə alıb ay müəllim? Ağlıma nə gəlsin? Hər şey gələ bilər. 81-dən tərsini yazıb bəlkə. Belə misalda dostlar, sol tərəfi tapmaq rahatdır. Qeyd edeyim, mən burada məqsəd sizə bir neçə dənə sual tipini göstərmək deyil və yaxud da ki, həllin belə et, yox. Yanaşma tərzi öyrətməkdir ki, niyə bunu belə etməlisən, niyə sağ tərəf belədir? 4 ilə 2 neyini, 5 ilə 3-dən 16 necə ala bilər? Baxıram özdə hamısı da 2-yə bölünür. İşte rəqəmləri cəm, sol tərəfdə 4 ilə 2-ni toplayıb vurub 2-yə. Eləyir 12. 8 ilə 1-i toplayıb vurub 2-yə. Eləyib 12. 2022-ci ilin aprel ayının
10-da keçirilən Dövlət Qulunun qəbul sualıdır. Bu sualı imtahanda 95% tələbə yaza bilməmişdir. O bayaq asandır yazan dostumuz var ha. O düşünür ki, bəlkə də bu test asandır. Siz təsəvvür edin, dəyərli dostlarım. Bu testi 95% tələbə yaza bilmir. Özü də bilirsiniz nə? Bax, sağ tərəf. Sağ tərəfin özü bir dəryadır. Sol tərəfdə bildim, rəqəmləri cəmi vurdum 2-yə. Sağ tərəfdə isə 22-dən 10. Adam fikirləşir ki, yəqin 2 çıxıb 2-yə bölüb. Yəqin, nə bilim, 1 çıxıb nəsə edib. Dostlar, nə edib? Bir dəfə 2-dən çıxıb 2-ni, birinci rəqəmdən ikinci rəqəmi çıxıb, alıb 0. Bir dəfə də birinci rəqəmi bölüb, ikinci rəqəmə, 2 bölünsün 2 bərabərdir 1. Birləşdirir, alır 10. Fikir verin, 84-dən 24. 8-i bir dəfə 4-ə bölürəm. 2, 8 bölünsün 4. Bərabərdir 2. Bir dəfə də 8-dən çıxıram 4. Bərabər 4. Birləşdirdim. Neçə elədi? 24. Ona görə bu misalın ən əsası nədir? Birinci içərisini əldə edirəm. Və belə mötərizə düşüb. Mən nədən başlayayım? Mötərizənin içərisində. 93. 93 məndə nədir? Dairə. Yəni 9-dan 9-u bir dəfə 3-ə bölərəm. 3. Bir dəfə də 9-dan 3 çıxaram. 6. Eləyir 36. İndi bu 36 üçbucaq operatoru içərə qaçmır ha dostlar. Üçbucaq operator. Bu da nə demək? Deyir, yəni 3 dən 6-nı topla, rəqəm deyib, yuxarıda tapmışdım 18. Dedim ki, bu misal 95% tələbə imtahana tapa bilməmişdi. O da nə ilə bağlıdır? Dəyərli dostlar, verilən misalda bu sağ tərəfi tapmaq demək olar ki, mümkün olmur. Bəs müəllim, bunun həlli qaydaları varmı? Yadımda nə saxlayayım? Dostlar, yadında saxlamanın ən gözəl yolu. Biz bunu öz tələbələrimizə öyrədərkən həmişə yanında əlavə olaraq bir PDF yollayırıq. O PDF-də misalların, məsələn, 400 neçə dənə misaldır, həlli qaydaları da olur. Bu həlli qaydaları ilə sizlərlə tanış edim. Yəni, belə məqsəd əzbərlətmək deyil, məqsəd tələbənin beyninə onu yazmaqdır. Necə yazacaq ki, tələbə? Bax, bu gördüyünüz hissədə mən, məsələn, testlərin üzərində həlli qaydalarını qeyd etmişəm özüm üçün. Yəni, tələbə hər dəfə baxanda görsün ki, bunun belə bir həlli sualları var. Baxın, ekranın sağ-sol tərəfində hamısını yazmışam. Məsələn, 4 vurulsun 5. Bax, 3 rəqəmli bir ədəddir. Məqsəd əzbərlətmək deyil. Onsuz da buna evə verilən 200 dənə test tapşırığının tələbə 100-ün yazsa da 100-ün yaza bilmir. Məqsəd o yaza bilmədiyi 100 testi də onu öyrətməkdir ki, yəni bax belə misallar var. Görsən bax hər iki tərəfdən də böyük rəqəmli ədəddir. Alıb kiçik rəqəmli ədəd. Ağlına gələn ilk şey ya rəqəmləri ilə bağlı olmalıdır. Verilən hissədə. Onda bəs müəllim başqa nə edim? Verilən hissə dostlar 4 vurulsun 5, vurulsun 2, üstə gələk. 3 vurulsun 2, vurulsun 1. Bərabərdir 46. Onda dostlar bu hissəni həll etmək üçün, yəni hər tərəfini yenirəm. 3 vurulsun, 4 vurulsun 1, üstə gələk. 4 vuraq 2, vuraq 6. Bu da eləyir bizim üçün 60. İndi mən burada təbii ki, sizə məqsəd cavablı testləri göstərmək deyil. Gəlin biraz cavabsız testlərdən baxaq. Burada bir-birindən çətin, ağla gəlməyəcək üsullara malik olan testlər var. Mənə götürüb burada cavablarını göstərirəm sizə. Gəlin bir neçəsinə də baxaq və ondan sonra misalımızı tərk. 14-cü sual. 14-cü sualını yaza bilənlərə burada ən sonda bir kiçik bir mükafatımız olacaq. Elə 18-ci sualı burada da buraxıram. İzah etməyəcəm. Bunu da videonun aşağı hissəsində qeyd eləyərsiniz. Amma indi hal-hazırda dərsdə olan dostlarımız bunu cavablandıra bilər. Elə misalla bağlı sizə məlumat verim, dostlar. Demək, bu misalda edəcəyim şey nədir? Bax, 98-dən 58-dən 13 yazım. Ay, necə? Heç mənim də ağlıma gəlməz. Məsələn, otursam. Dostlar, 9 ilə 8. Bax, birinci ilə digərini, ikincisini birləşdir. 98. Çıxır bundan. Bax, bu 8 ilə də 5-i birləşdirir. 85. Bərabərdə 13. Necə yəni ki? Baxın, 7-ni və 2-ni birincinin birincisi ilə ikincinin ikincisini birləşdirib 72. Çıxaq. 1 ilə 6-nı da yan-yana qoysam neçə edir? 16. Bərabərdə 56. Onda verilən bu misalda mən misalı tapmaq istəsəm 9 ilə 9-u birləşdirirəm. 99 çıxılsın 26. Bu da bərabərdir 73. O deyilir Y bəndi. Bəs yaxşı müəllim, mən bunları tapmaq istəsəm
Nə etməliyəm? Siz niyə bu tiplərini göstərdiniz? Mən lazım dostlar ekranı belə aşağı hissəyə kaydırıram. Bunu burada kaydırmaqda məqsədim odur ki, videoya baxanda, faydalanmaq istəyənlər olanda videonu dayandırıb həll edə bilərlər. Bax bu kimi suallarla da siz qəbulda rastlaşa bilərsiniz. Əsasən də açıq sual kimi. Mart ayında da, 2023-ün fevralında da, 2022-ci ildə də dəfələrlə qəbula düşən sual tiplərindən biri də budur. Hı -hı. Demək, dəyərli dostlar, hal-hazırda ekranı göstərdim. Bu mövzu dediyim kimi bir tələbənin özünün öz üzərində işləyərək tapmalı olduğu bir mövzudur. İndi isə gəlin sizlə bərabər qeyri-aşkar operatorlardan başqa qeyri-aşkar operatorlar biraz daha yaxşı tapmaqda bizə kömək edə biləcək bir mövzu ilə bağlı istərdim göstərim. Həmin mövzu, dəyərli dostlarım, bizdə nədir? Verilən misalların içərisində digər hissə ardıcıllıq mövzusudur. Ardıcıllıq mövzusu ilə bağlı, yox dostlar, ardıcıllıqdır. Rebuslarla da bağlı olacaq bizim izahımız. Bəlkə də bu dərsi ardıcıllıq və bir də başqa bir mövzu var. Onu da sizə məlumat verəcəm. İstəyirəm ardıcıllıq mövzusu ilə bağlı başlayayım. Burada qəbula düşmüş bir-birindən fərqli sual tipləri var. Hamısını sizə göstəreyim. Hamısını demir, daha doğrusu bir çoxsunu. Ardıcıllıq dostlar, ədədlərin sırayla bir-birindən asılı vəziyyətdə düzülüşüdür. Həm yüksəliş müsabiqəsinin, həm İstər dövlət qulluğu olsun, istər magistr olsun, istər miqrasiyası olsun, istər digər qəbulları fərqi yoxdur. Hamısının qəbulunda bizim rastlaşa biləcəyimiz sual tiplərindən biridir. Bu kimi misalları həll edərkən edəcəyim şey nədir? Bu dostlar, ardıcıllıq odur ki, ədədlərin müəyyən sırayla bir-birindən asılı vəziyyətdə düzülüşünə ardıcıllıq deyilir. Dünyada ən tanınmış ardıcıllıq Fibonacci ardıcıllığıdır. Fibonacci ardıcıllığı əziz dostlar İtalyan alimidir. Bir ədəd özündən əvvəl gələn ədədlərdən alınır. Yəni məsələn 6. Fikir verin özündən əvvəl gələn ədədlərin cəmidir. 2 ilə 4 toplayıb 6. 26. Özündən əvvəl gələn 16 və onun cəmi. Eləyir 26. Yəni sual işarəsini tapmaq istəsəm 42-ni və 26-nı toplayıram. 68. Fibonacci ardıcıllığı tək toplama olmur. Hətta çıxma da ola bilir, bölmə də ola bilir və s. Bəs yaxşı müəllim, o hamısı belə rahat olur. Ümumiyyətlə bir misala başlayarkən və bir ardıcıllıq edərkən ilk olaraq hər birinizin etməli olduğu şey yadda saxlayın. Misallarda həmişə toplamadan, çıxmadan və vurmadan, bölmədən başlamaq lazımdır. Daha sonra misalda digər əməlləri etmək olar. Yəni mən 2-dən 3-ü almaq istəsəm plus 1. 3-dən 9-u vur 3. O 9-dan 11 plus 2. 11-dən 22 vur 2. 22-dən 25 plus 3. Ardıcıllıq odur ki, baxın, toplayır, vurur, toplayır, vurur. İndi toplamışamsa bilirəm vurma əməlidir. Fikir verin, toplamalar öz arasında hər dəfəsində bir-bir artır. Yəni toplama artma intervalından davam edir. Lakin vur 3 olub vur 2. Neynədir bir vahid? Azaldı. İndi vur 1 isə burada bir vahid neynəməlidir? Azalacaq. Olacaq neçə? Vur 1. Vur 3, vur 2, vur 1. 25-i də 1-ə vursam 25. Bizdə bu tip misalların ən əsas versiyalarından biri bu 7-ci sual, 7-ci və 6-cı sualı göstərib sonra sizə digər qəbula düşmüş bir-birindən maraqlı suallar göstərəcəm. Qeyd edim ki, dostlar, 7-ci sualda göstərməkdə məqsəd nədir ki, yanaşma tərzi yaradım sizdə. Bax, yazıb 169, 49, 16, 121. Dostlar, necə ki bizim hər birimizin həyatda tanıdığımız, tanışlarımız, dostlarımız olduğu kimi bu misallarda da tanıdığım ədədlər var. Tanıdığım ədədlər nədir? Kvadratlardır, kublardır, üstü 4-lər, üstü 5-lər. 169 nədir? 13-ün kvadratı. 7-nin, 4-ün, 11-in. Lakin 92-ni bilmirəm. 92 dostlar, bu 121 özündən əvvəl gələn 92-dən alınıb. Bu 121-dən də 16-nı almalıyam. Biz bir dənə intervallar, mərtəbələr, silsilələr metodu deyilən bir metodumuz var. Ondan başqa digər ardıcıllıqlarda bir ədəd özündən əvvəl gələn ədədlə əlaqəlidir. Mütləq şəkildə onu əlaqələndirməliyim. Onda siz bu hissədə baxmış olsanız, mən 92-dən 121 ala bilməsəm də 9 ilə 2-ni toplayıram rəqəmləri cəmi. Kvadratı sağında. Bax, bayaqki qeyri-aşkar operator mövzusu
Burada olan bu ardıcıllığı tapmağa bizə kömək edir. Yəni qeyri-aşkar operator mövzusu həm ardıcıllıqla, həm fiqur ədəd əlaqələri ilə, həm tapmaca tipli cədvəlləri tapmaqda bizə hər yerdə kömək eləyir. Ha, tək orada yox. Yəni qeyri-aşkar operatoru heç kəs kiçik görməsin. Çünki qeyri-aşkar operator özündən sonrakı bir çox dərsləri daha yaxşı qavramağa kömək edir. Və qeyri-aşkar operator həm də insanın bir nevi beyninin açarıdır deyərdim. Məntiq hissəsini açmaq üçün. Yəni neynirəm? 121-dən 16, 1 üstə gələk, 2 üstə gələk 1. Sən deməli dedin rəqəmlərini toplayıb kvadrat edib sağına yazır. Yəni sual işarəsini tapmaq istəsəydim 1 üstə gələk, 6 üstə gələk 9. Onun da kvadratı, yəni 16-nın kvadratı 256. Bir də sizə 16-cı tip testlə bağlı bir tapşırıq göstərmək istəyirəm. Bu intervallar metodudur. İntervallar metodu keçən il keçirilən yüksəliş müsabiqəsinin qəbulunda da qəbula düşən sual tipidir. Elə abstrakt hissə ilə bağlı düşmüş sualdır. Bəs yaxşı müəllim, burada nə düşmüşdü? Bəs interval nədir? Interval odur ki, dostlar, bir ədəd artıq özündən sonra gələn 1, 2, 2 ədəd sonra ilə əlaqəli ola bilər. Onda buna deyirlər ikili interval. 3 ədəd sonra ilə əlaqəli ola bilər. Buna deyirlər üçlü interval. 4 ədəd sonra ilə əlaqədar ola bilər. Buna deyirlər dörddü. Və uyğun olaraq 5 ədəd sonra 5-li interval. Bəs yaxşı, bu interval nəyə əsasən təyin olunur? Niyə intervaldır? Və mən bunu nə zaman interval olduğunu bilə bilərəm. Bunlar adi misallar mı olur? Əslində burada deyəcəyim qaydalar, dəyərli dostlar, hər zaman misalın interval olduğu demək deyil. Birincisi, misal interval ola bilər. Ən çox rastlaşdığımız tipi nədir? Ədədlərin sonsuz sayda təkrarlanmaq. Bax, sonsuz sayda əgər ədədlərin mənim təkrarlanırsa, bu məndə avtomatik olaraq olur interval. Yəni, ədədlər təkrar olan. İkincisi, bir ardıcıllıqda 2 və daha artıq sual işarəsi olanda bu interval mərtəbələr qaydası ola bilər. Üçüncü qayda isə əsas qaydalardan biri odur ki, ardıcıllıq çox uzun olur. Çox uzun olur. Və ardıcıllıqda ədədlər artıb azalır. Yəni, həm artma olur ədədlər arasında, həm azalır. Bəs yaxşı, müəllim, intervalın ikili ya da üçlü olduğunu necə təyin edir? İntervala başlayarkən, dəyərli dostlar, edəcəyiniz iki şey nədir? Bax, bu misal çox uzun olduğuna görə, misal üçlü intervaldır. Mən onu bilirəm. Amma gəl onu sənə ispat edək ki, niyə üçlüdür? Bax, bir ədəd özündən sonra ikinci bir ədədlə birləşirsə, bu ikili intervaldır. Və misal 2-2 davam edir. Yəni, bu 2-dən 2-yə, 2-dən 2 addım sonra 4, 4-dən 2 addım sonra 6, 8, 256. Bax, 2-dən 2 necə alır? Vur 1, vur 2, plus 2, plus 2. Fikir verin, dostlar, ardıcıllığın arasında bir məntiqi əlaqə yoxdur. O zaman bu getdi. Onda verilən misalda siz diqqət etsəniz bu hissəsində. Deməli, onda bu məndə neçəli interval ola bilər? Təbii ki, sən demə neçəli? Üçlü. Onda misal üçlü yoxlamaq istəyirəmsə, 2-dən ara gəlirəm, 3 ədəd sonra 4-ə. Mən əslində bu misalın üçlü interval olduğunu bilirdim. Bayaqki sualımıza qayıdaq. Hardan və niyə? Çünki ardıcıllıqda ədədlər çox sayda təkrarlanır. Ardıcıllıqdakı olan ədədlər 10-dan yuxarıdır. Amma mən dediyim qaydalar bəzən ödəməyə də bilər, dostlar. Bax, bu 4, 4-dən 6-ya, 6-dan 8-ə və 8-dən 1, 2, yəni 3-cü. Bax, özümdən yazdığım suala gəlir. Bu əslində mənim axtardığım ardıcıllıq deyil. İkinci bir ədəddən. Bu 2-dən 3 ədəd sonra 4-ə. Yəni, əgər 3 intervaldırsa, bütün çıxan ədədlərin hamısı 3 intervaldır. 4-dən 16-ya, 16-dan 256-ya, 256-dan isə 1, 2, 3-cü bir ədədə gəlir. Yəni, neçə sual işarəsi. O zaman bu da mənim üçün burada olmuş olur. Bu baxdığınız misal kimi. Bu da mənə aid deyil. Bəs müəllim, neyniyim? Üçüncüsünə baxın. Deyir, bax bu 2-yə. 2, 4, 8 və sual. Bax, hər ardıcılıq, interval o deməkdir ki, hər ardıcılığın özünün bir qaydası var. 2-dən 4-ə. Baxıram, 4, 6, 8, plus 2. Sən demə bu ardıcılıq nədir? Plus 2, plus 2, plus 2, plus 2 olsa, bu olur məndə 10. Amma məndən bu qırmızını soruşmur axı. Məndən buranı soruşur. Göy ardıcıllığa baxsanızsa, bu 2-nin kvadratıdır. Bu 4-ün kvadratıdır. 16-nın. Yəni, buranı soruşsa, deyərdim 256-nın kvadratı.
Ona görə bir tək bu sual soruşduğuna görə. Siz bu misala diqqət etsəz, 2-dən 4-ü alıb, vur 2, vur 2, deməli 8-i də 2-yə vursan. Bu məndə 70 olur ya ona. Bəs yaxşı müəllim, ardıcıllıqla bağlı biz qəbullarda başqa nə kimi suallarla rastlaşa bilərik? Bizdə əsasən suallar düşəndə nə kim olur? İstərdim sizə ilk olaraq 26-cı sualı göstərim. 26-cı sualda siz diqqət etsəniz, bax yazıb 2, 5, 0, 7. Bax 2-dən 5 plus 3. Nə iş görürsənsə gör. Misalda birinci topla, çıx, vur, böl. Sonrası Allah kərimdir. Çıx 5. Plus 7, çıx 5. Plus 11. Baxıram ki, burada var çıx 5. Əslində dostlar, bir nevi misal oradan sənin üçün hər şey veribdir ki, mən çıx 5-əm. Amma yəni burada çıx 5-dir, 5 olmağına. Bura 8-dir. Bəs bu pluslar niyə belə fərqlidir? Dostlar, çıx 5-i həmişə sabit saxlayır. Lakin toplamalar arasında bir interval düzəltsəz, 3, 7, 11, neynir bu hər dəfə? 4, 4 artır. Toplamalara baxın. Yəni, növbəti səfər gələn toplama əslində 11-in üstünə 4 gəlirsə, neçə edir? 15. Bu misal 2022-ci ilin oktyabr ayının qəbul sualıdır. Və bu misal tələbələrin müəyyən hissəsi imtahanda yaza bilməmişdir. Növbəti bir sualı göstərmək istəyirəm sizə. Qeyd edim ki, biz ardıcıllıqların kəsr olan hissəsi ilə də bağlı qəbulda suallar görə bilirik. Həmin hissələrdən biri də, dəyərli dostlarım, sizin ekranda gördüyünüz 46-cı sualdır. Siz bu sualı bizimlə bərabər burada paralel şəkildə həll edə bilərsiniz. Bax, bu hissədə gördüyünüz misalda mənə verib misalı 3-də 1 ilə başlayıb. Keçən səfər biz bu sualı başqa bir yerdə də görmüşdük kəsrlərlə. Ümumiyyətlə, bir misala başlamısansa, şərt deyil əvvəldən başlayasan. Misala sondan da başlaya bilərsən. Necə yəni sondan? 27-dən 65 necə alaram? Fikirləşirəm ki, 7-yə vursam çox gedir. 5-ə vursam az olur. 6-ya vursam elir 162. Üstünə nə gəlir? 3. 5-dən 27-ni vurub 5-ə üstünə gəlib 2. 2023-cü ilin iyun ayının dövlət qulluğunun qəbul sualı. Üzr istəyirəm, iyun ayı yox, may ayının. İyun ayı o birisidir. Onda verilən misalda 1-dən 5, sən demə vur 4 plus 1. Onda bu neçəymiş? Vur 3 plus 0. İndi mən bura 0 yazıram toplama kimi. Yəni əslində vur 3 plus 0 ona görə yazdım ki, vurmanı da hər dəfə bir vahid artırır. 3, 4, 5, 6. Toplama da 0, 1, 2, 3. Yəni də olacaq neçə? Vur 7. Üzərində gələcəm neçə? 4. Olur neçə? 1159. Çətin bir misaldır. Təbii ki, yox. İndi istərsəməz bunu həll etdikdən sonra sol tərəfdə yuxarı hissədə bizim üçün bir sual var. İndi istəyirəm bunu sizin üçün burada dayandırın videonu və siz özünüz də videonu dayandırıb baxasınız. İndi bunu sizin ixtiyarınıza bırakıram bu misalı. Məsələn, bayaqki sual may ayının qəbul sualı idi. Bu isə 2023-cü ilin iyun ayının qəbul sualıdır. Yəni nə demək istəyirəm? Qəbul sualları bir-birinə bənzəyə bilər, bir-birinin oxşar ola bilər, hətta bir-birinin eynisi ola bilər. Məqsəd misalları əzbərləmək deyil. Sadəcə olaraq başa düşməlisən ki, niyə mən misala əvvəldən yox sondan başlayayım? Çünki mən 2-də 1-dən 1-i 2-yə də vura bilərəm, üstünə 0-onda 5 də gələ bilərəm. 18-dən 93 necə alaram? Vur 5, üstə gəl 3. Yaxınlaşdırıram. Vur 4, üstə gəl 2. Vur 3, üstə gəl 1. Bayaqki misalın əmsi oldu. Baxın, vur 2, üstə gəl 0. Yəni də onda verilən misalda hər dəfə vurma da artır. Vur 6, üstə gələk neçə? 4. Bu da 70 olur. Mən də 560. Növbəti bir sualla sizi tanış etmək istəyirəm. O da maraqlı bir qəbul suallarındandır. Təbii ki, bu suala baxdığınız zaman, məsələn, 44-cü sualdan gedir söhbət. 2023-cü ilin yanvar ayının 15 keçirilən dövlət qulluğunun qəbul sualıdır.
Bu misalda dəyərli dostlar. Bax, mənfi 2-dən bu misalı tapmanın 2 dənə yolu var. Birincisi baxıram ki, ədəd azalır, artır. Artır, artır, elə artma tempi ilə davam edir. Amma misal 0 olduğuna görə bir misalda 0 olanda 0 olmağın fərqli-fərqli yolları var. Vurmaq da ola bilər, toplamaq da ola bilər, çıxmaq da ola bilər. Nə olursa olsun yolu çoxdur. Mən bu misalı məsələn intervalla da yaza bilərəm, digər hissə ilə də. Bir misala başlayanda sondan başlaya bilərsiniz. Bax 40-dan 82. Niyə? Mənfi 2-dən 0 çoxdur. Vurub 2-yə üstünə gəlib 2. 18-dən 40. Vurub 2-yə çıxıb 4. Üstünə, aha, vurub 2-yə üstünə gəlib 4. Vurub 2-yə üstünə gəlib 2. Vurub 2-yə üstünə gəlib 4. Vurub 2-yə üstünə gəlib 2. Vurub 2-yə üstünə gəlib 4. Yəni verilən misalda vur 2 plus neçədir? 4. 168. Dostlarımızdan bəzilərimiz var bu misalı belə həll etməyib də necə həll edə bilər? Deyər, ay müəllim, mən bunu heç belə yox. İntervalla etmişəm. İkili interval. Necə? Bax, plus 4, plus 16, plus 64. Dostlar, toplama neçə dəfə artır? 4-ə vura fikir verin. Yəni, növbət səfərdə bunu 4-ə vurardım. Üstünə gələrdim 256. 0, 8, 40 sual. Bu neyini? Plus 8. Plus 32. Yəni, bu da 4 dəfə arta gedir. 32-ni də 4-ə vurardım. Olardı 128. 40-ın da üstünə 128 gəlsəm, yenə 168. Yəni, bir misalı həll etməyin bir neçə həlli ola bilər. Lakin alınan cavab misalda eyni olmalıdır. Növbəti bir sualla sizi tanış eləmək istəyirəm. Qeyd edim ki, dostlar, suallar sizə göstərildiyi zaman ilk olaraq qəribə gələ bilər ki, müəllim, bunlar niyə belədir ki? Görə həqiqətən niyə belədir ki? Bax, dostlar, onlardan biri hal-hazırda sizin ekranda gördüyünüz və keçirilən bu il fəaliyyətin davam etdirilməsi sahəsi üzrə və keçirilən miqrasiya imtahanının qəbul sualı olub. Bu sual hətta dövlət qurumunda qəbul sualıdır. Məsələn, aylarla bağlı belə bir sual verir, verilən misalda. Yanvar ayı. Bax, iş edəcəyim şey nədir? Ayları yazmaq. Yanvar ayı birinci aydır. Fevral ayı ikinci aydır. Aprel ayı 4'dür. İyul ayı 7'dir. Noyabr ayı 11'dir. Əslində bir ardıcıllıq alınıb. Baxın, plus 1, plus 2, plus 3, plus 4. İndi növbət səfər nə olmalıdır? Plus 5. Yəni nə? 16. Bəs Axmay müəllim, aprel 4-cü ay, dostlar, bu deməkdir ki, mən artıq birli tamam eləmişəm. Bu aprel özündən sonra gələn növbəti ilin aprelidir. İndi burada plus 6. Oktyabr neçənci aydır? 22-ci. Onda plus neçə olmalıdır? 7. Yəni məndə nə olmalı? 29-cu ay. 29-cu ay deyilən bir ay olmadığına görə 29-u bölürəm. Bir ilin içində neçədən ay olur? 12 dənə. Niyə 12-yə böldüm? Çünki yanvardan başlayıb ilin tamamından 12-yə böldüyüm zaman verilən misallar qalır burada mənim üçün 2 dəfə. Qalıqda nə qalır? 5. Yəni bu o demək ki, sən artıq ikinci ili tamam eləyirsən və 5-ci ay, 3-cü ildən 5-ci ayı götürməlisən. O da hansı aydır? May. Əksəriyyətiniz noyabr. Adam var məsələn belə tapa gəlir. Deyir ki, müəllim 11 tapdım. Sonra bunu tapdım 4. Yəni 1 il tamam elədim o birisi ayın 4-cüsü. Bu gəlir 12 10-cu ay. 4-ün üstünə baxdım ki 6 gəlir. Sonra deyir fikirləşdim ki 7 ayda bu tərəfə gedim. Yəni gəlsin noyabr, dekabr, 5 ayda o tərəfdə may. Dostlarımızdan biri yaz plus 8 deyir. Xeyr. Plus 6. 6 gəldiyim zaman alıram 22-ni. Və 22-nin üstünə 7 gəlsə 29. Fevralda başlasaydı xeyr dostlar. Məsələn, burada əgər fevral ayından başlasaydı cavab. Fevral ayından başlasaydı ikinci aydan. Onda həmin o 29-dan çıxardım. Neçə ay çıxardım əziz dostlar. Burada neçə ay eləyir? Yəni birinci aydan qaldığına görə o sıfırdır. Yəni bir ay getdiyinə görə çıxardım 11-i. Ondan sonra bölərdim 12-yə. Çünki 11-i çıxdım. Sonra sizə digər bir maraqlı sual tipini göstərmək istəyirəm verilən misalda.
ki, sizlər biləsiniz ki, bir-birindən fərqli sual tipləri də ola bilir. Onlardan biri düzdür, bizim dünən bir qrupla bir test işləyirdik. Həmin testin içərisində vardı bu. Və hərflərlə bağlıdır. Məntiqə əlaqəni soruşur bizdən. Bu yazıb bura, yazıb mal, ilk, yazıb sual. Verilən misalda, dəyərli dostlar, bax bu hissədə A hərfini, birinci sözün son hərfini aparıb yazır ortaya və hərfləri silir. Yəni, təkrar hərf olmaz. Yeni hərflər çıxır ortalığa. Baxın, L birinci sözün sonunda. Çaparıb yazıb ortaya. Artıq M ilə A-ya əlvidə. İndi ilk sözündəki K-nı aparıb yazaram ortaya. Yəni, D, Y, D və B gedir. Qalır X və X sözləri. Ona görə bəs müəllim, mən X götürüm, X götürüm. Dostlar, I hərfi təkrarlana bilmədiyinə görə. Çünki artıq mən I-ni istifadə etdiyim üçün, L-i də istifadə etdiyim üçün yalnız bir ədədin sonuncusu gəlir ortaya, digər ikisi silinir. Ona görə burada nə olur? X söz. Bizdə ardıcıllığın tək bu tipi deyil. Bizdə əlavə olaraq başqa tipləri də mövcuddur. O ardıcıllığa isə biz deyirik analoji ardıcıllıq. Qeyd edim ki, analoji ardıcıllığın da özündə bəzi şeyləri ehtiva edir. Misal tiplərinin içərisində düşə biləcək suallardan biri də budur. Analoji ardıcıllıqda dəyərli dostlar, birinci və ikinci arasındakı əlaqəni tapıb tətbiq edirəm. Üçüncüyə və dördüncüyə. Bu kimi misallar tapmanın iki yolu var. Birincisi sətr üzrə, ikincisi sütun. Biz demək olar ki, qəbulda düşən sualların böyük əksəriyyəti sətr üzrə olan suallardır. Yəni, sağdan sola baxmalı olduğumuz. Bax, 4-dən 8 vurub 2-yə, üstünə gəlib 4. Vurub 2-yə, üstünə gəlib 4. Yuxarı hissə məndə vur 2 plus 4. Aşağı hissə isə fikir verin, plus 4 vur 2. Plus 4 vur 2. Onda burada nədir? Plus 4 vur 2. Dəyişən nədir? Yalnız bunları çarpaz yer. Demək, 1 ilə 2 də dəyişən şey, işarə dəyişmədi, ədəd dəyişmədi. Yalnız nəyə dəyişdi? Çarpaz yeri. Onda burada altdan 2-ni bölü 3 plus 1. Bölü 3 plus 1. Bu misalda bölü 3 plus 1-dirsə, mən bunun çarpaz yerini dəyişib nə edirəm? Aşağı hissəyə yazıram. Yəni, plus 1 bölü 3. Bəs onu hardan tapıram? Variantda, baxın, plus 1 bölü 3. Plus 1 bölü 3. Və son sütuna qədər yoxlayıram. Və baxıram ki, məndə bir dənə hansı variantdadır? B variantı. Ay müəllim, bu həmişə belə olur. Dostlar, qeyd edim ki, məsələnin şərtində özü. İndi qoy görün, burada elə bir test varsa sizə göstərəcəm. Özü verir. Deyir, birinci və ikinci ardıcıllığı həmsində yazır başlanğıc hissəsində. Deyir, 1 ilə 2-yə aid olanları verin. Baxın, ona uyğun digərlərini tapın. Məsələn, 13-cü sual. Bir misalı getmişəm imtahana, sətr üzrə həll edirəm. Nə deməkdir bu? Bax, baxıram misala, 46-dan 52, plus 6, çıx 18, çıx 7, plus 6. O, nə mənasız arzulıqdır, belə. Bax, görək, minus, bax, 1 ilə 2 ilə əlaqələn deməyə çalışacağım. Çıx 23, daha sonrasında çıx 4. Bu 1 ilə 2-nin əlaqəsi var? Yox. Əgər bir misalın yuxarı və aşağı hissəsinin əlaqəsi yoxdursa, bu zaman mən 1 ilə 2-ni sütun üzr edirəm. Yəni, 56-dan 42-ni alar. 46-dan 52-ni alacağım. Bəs müəllim, görəsən nə edeyim? Dostlar, 4-ün kvadratı ilə bizim o tanıdığımız ədədlər var. Həmin ədədlərdən 4-ün kvadratı üstə gələk. 6-nın kvadratı eləyir 42. 5-in kvadratı üstə gələk 2-nin kvadratı eləyir 29. Yəni 3-ün kvadratı və 5-in kvadratını topladım eləyir 34. Bəs müəllim 400 ondan edirəm. Heç nə tək rəqəm baxırsan. 4-ün kvadratı üstə gələk 0-ın kvadratı üstə gələk 0-ın kvadratı. O deyilir ki, bəs müəllim bu misalın başqa tip versiyası, nə bilim, bizə imtahana düşsə, edə biləcəyimiz şeylərdən biri nədir? İstəyirəm, indi qayıdın bizim dövlət qulluğu toplumuza, dəyərli dostlar. Əksəriyyətinizdə bizim sınaq toplumumuz bəlkə də var. Kimlərsə alıb, kimlərsə əldə eləyib.
O sınaq toplusunda dəyər dostlar, bir-birindən dəyər testlər var. Onu alıb işləməyiniz məsləhətdir. Burada səhv etmirəmsə 19-cu sınaqda elə bir sual olmalıdır. Biz onu evdə etmişik. Görün burada 19-cu sınaqdan gedir söhbət. Neçənci sınaqda 21. Hə. Məsələn, burada 20-ci sınaq, 19-cu sınaqdadır, bəli. 20-ci sınaqdan bir şey daha doğrusu. Deyir, qanun uyğunluğu pozan variantı müəyyən. Yəni, bu nə deməkdir? Yəni, burada bir neçə misal var ki, bunların arasında müəyyən bir qanun uyğunluq var. Amma bu o deyil. Bəs yaxşı, ay müəllim, burada nə var? Bax, 8-dən 12 plus 4 plus 5 plus 6 plus baxıram burada 8 plus 2 plus minus 1. Üzrüstə plus 3 minus 1. Plus 3 minus 1. Aşağıda da yazıb. Minus 2 plus 5. Minus 2 plus 5. Burada minus 2, minus 3, minus 4, minus 5. Minus 2, minus 2, minus 2, minus 2. Bax, Y-də də, D-də də, C-də də, B-də də. Müəyyən bir qanun uyğunluq var və o qanun uyğunluğu nə edir həmişə? Qoruyub saxlayır. Yəni, bax, görsən burada. Plus 3 çıx 1 olduğu kimi qalır. Plus 2, minus 2, plus 5. Burada çıxma arta-arta gedir. Burada çıxma ilə çıxış 2 sabit olur. Amma A bəndi niyə səhvdir? Bax, 4, 5, 6. Normalda burada nə gəlməli? Plus 7. Amma görsən nə gəlib? Plus 7. Bu o deməkdir ki, yəni 4 variantın hərəsi özünə məxsus bir qanun uyğunluğa malikdir. Amma buralardan biri ardıcıllığımı pozurmuş. Səndə modansı misal imiş verilən misalların içərisində. Elə A bənd. Sonra burada digər ardıcıllıq suallarından biri və keçirilən magistr qəbullarında da bizim rastımıza düşən suallardan biri də. Bugünkü bizim evdə etdiyimiz sınağın içərisində də var. Söhbət gedir 25-ci sualdan. 25-ci sualda isə dəyərli dostlar 25. Bax, bu kimi misallar edərkən rəqəmlər cəmi. Nə edirəmsə edim, ilk işim nədir? Rəqəm cəmlərinə baxmaq. Səhv etmirəmsə, bu ilin keçirilən magistr imtahanının 2025-ci ilin magistr imtahanının birinci tur qəbul suallarından biri də bu idi. Həmçinin bu sual 2024-cü ilin iyun ayında keçirilən dövlət qulunun qəbul sualıdır. 25-33 yazıb 32. O zaman edəcəyim şey nədir? Və 25. Rəqəmlər cəmi 7, 6, 5, 4. Təzədən bir də 7, 6, 5 və rəqəmləri cəmi 4 eləyən bir dənə B bəndi. Doğrudan emin. Digər bir sualla sizi tanış etmək istəyirəm bu ardıcılıqla bağlı. Qeyd edim ki, həqiqətən burada ardıcılıqla bağlı bir-birindən gözəl suallar var. Hətta elə suallar var ki, adam qəbula düşdüyü zaman öz-özündən şübhələnir ki, belə sadə ola bilər. Bax, həmin sadə suallardan biri də, bax, bu gördüyünüz sualdır. Adam fikirləşir, nə gəlib burada? Baxın, dostlar, yazıb 5, 4, 3. Elə bil əvvəldə ona da keçir sona. Elə bil ədədlər sonra doğrusu, bax, 4 gəlir əvvələ 3, 435, 350. Təzdən yenə 5 gəldi əvvələ 5, 400, 405. İndi 3 gələcək əvvələ 5 gəlir onun yanına bir addım, 4 də gedir ara sona. Abi. Doğrudan həmişə belə asan suallar düşür. Bəzən elə suallar düşür ki, ümumiyyətlə. Adam istəyir ona baş qoşmaq istəyir, amma başını qoşa bilmir. Çünki testin özündə bəzi çətinliklər, qıraqdan baxdığınız zaman çətinliklər müşahidə olunsa da, burada isə o çətinlik olmaya bilər. Ardıcılıqla bağlı son bir sual da göstərmək istəyirəm sizə və buna da bugünkü dərs olan hissəmizi yekunlaşdırıram. Onlardan biri də hal-hazırda gördüyünüz bu fiqur ədəd əlaqəsi ilə bağlı olan ardıcılıqdır. Sual niyə sizə göstərirəm, dəyərli dostlar? Çünki bu sual, bax, fiqur ədəd əlaqəsidir. Həm fiqurlar var, həm də ki, ədədlər. Ardıcıllıq, qeyri-aşkar operator. Bunlar bizə gələn dərslərdən biri olan fiqur ədəd əlaqəsini tapmaqda kömək edir. Bu gördüyünüz hissədə
Bəlkə də bu testi yalnız və yalnız bizim videolardan izləyən, bu testi əvvəllər işləmiş olan, bizim köhnə tələbələrimizdən kimlərsə yaza bilər. Yoxsa belə ilk baxışda misalın özü həqiqətən çətindir. Heç insanın ağlına da gəlməzdi. Burada isə bu gördüyünüz misalda 14-dən 10. Görürsən neyniyim? Demək dostlar, bu gördüyünüz saat əqrəb istiqamətində baxıram 19-dan 17. Böyükdən kiçiyi çıxıram. 19-dan 17-ni çıxsam qalır 2. 2-ni vurub bilə 1. Yazıb aşağı. 2. 20-dən çıxıb 17-ni böyükdən kiçiyi 3. Vurub 2-yə. 6. Yəni vurub 1-ə, vurub 2-yə. Bax arasındakı fərq 1-dir. 20 ilə 21. Vurub 3-ə 3. Arasındakı fərq 3-dür. 21-dən isə vurub 4-ə 12. Arasındakı fərq 2-dir. Vurub 5-ə 10. Arasındakı fərq 4-dür. Vururam 6-ya 24. Arasındakı fərq 2-dir. Vurub 7-yə 14 və arasındakı fərq 5-dir. O da vurub 8-ə eləyib 40. Yəni 1-ə vurub, 2-yə vurub, 3-ə, 4-ə, 5-ə, 6-ya. Məndən sorsan isə 6-nın vurması olan həmin o hissədir. Testin özü çətindirmi? Bəli. Və bu mövzu dostlar ayrıcılıqdan daha çox bildiyimiz bizim rebus, yəni fiqurədə də əlaqəsidir. Magistrın sınaq imtahanında da bu sualdan istifadə edilib, səhv etmirəmsə. Əlavə olaraq 2023-cü ilin, 24-cü ilin noyabr ayının A növü üzrə keçirilən imtahanının qəbul sualıdır. Mən artıq dostlar burada sizinlə bitirirəm dərsimizi. Bugün burada iştirak etdiyiniz üçün və burada izlədiyiniz üçün çox sağ olun. İnşallah növbəti videoları və növbəti dərslərdən xəbəriniz olması üçün bizim YouTube kanalımızı da izləyin. Videolarımızı bəyənin ki, digər dostlarımız da auditoriyamızda görsün. Sabahçı videolarımız isə daha maraqlı olacaq. Qeyd edim ki, siz orada bir çox şeylər haqqında yeni yanaşmalar öyrənəcəksiniz. İnanıram ki, hər şey sizin üçün daha yaxşı olar. Növbəti hissələrdə görüşərik. Allah amanında deyirəm, özünüzdən müğayət olun.